Uşaqlarda öd daşlarının, öd kisəsi daşlarının, öd yoldaşlarının yaranma səbəbi və son 5 ildə deyərəm ki, pik səviyyəyə çatıb. Xüsusilə də xolesterin tərkibli daşların artmasını günümüzdə sürətli bir şəkildə artırmaqdadır və ən çox hematoloji, yəni qan xəstəliklərini belə üstələyən səbəb. Hər vaxtınız xeyir YouTube kanalı izləyicilərimiz. Qeyd etmək istəyirəm ki, maarifləndirici videolarımız davam edir və bu dəfə öd daşı xəstəliyindən danışacağım uşaqlarda və sizlərdən xahişim kanalımıza abunə olmanızdır. Çünki yeni videolar yükləndiyi zaman sizə bildirimlər gəlir və buradan rahatca izləyə bilərsiniz. Öd daşı xəstəliklərinə keçirəm və təbii ki, bu məsələni deyəndə valideynlərə öncə öd daşı haqqında məlumat verdiyimiz zaman qəribə gəlirdi ki, öd daşı deyildiyi zaman böyük insan nəzərdə tutulurdu, yaşlı insan nəzərdə tutulurdu, belə deyək. Amma reallıq budur ki, son illərdə, xüsusilə son 10 illikdə sürətli bir şəkildə artmağa başladı və son 5 ildə deyərəm ki, pik səviyyəyə çatıb və günü-gündən də artmaqdadır. Uşaqlarda öd daşlarının, öd kisəsi daşlarının, öd yoldaşlarının yaranma səbəbi, ən sıx səbəbi hematoloji xəstəliklərdir, yəni qan xəstəlikləridir. Bu kitabı olaraq bilinən məlumatdır. Təqribən 40-50%-ə qədər ehtimal qan xəstəliklərinin üzərinə düşürdü. Qalan ehtimallar isə uşaqların qəbul etdiyi bəzi antibiotik müalicələri, xüsusilə sefalosporin qrubundan xüsusilə seftriakson müalicəsi, bəzi xüsusi bağırsaq əməliyyatları keçirmiş qısa bağırsaq olan uşaqlarda ödün bağırsaq axtdan sonra sorulma proseslərində bəzi problemlər yarandığına görə öd daşlarının yaranma ehtimalı artır. Yaxud da uşaq doğulur, günlərcə, aylarca küvet şəraitində, neonatologiya şöbəsində, pediatriya şöbəsində, pediatrik reanimasiyada damardan TPN dediyimiz xüsusi qidalarla qidalamaq məcburiyyətində qalır. Bu da öd daşı yaranma səbəblərindən biridir. Amma son illərdə ən sıx artan səbəb və ən çox hematoloji, yəni qan xəstəliklərini belə üstələyən səbəb qida faktorudur, piylənmədir. Xüsusilə fast food qidalar, mənşəyi bəlli olmayan qavlaşdırılmış içkilər, bunların içərisində qazlı içkilər ola bilər, xüsusi adlarda enerji içkiləri ola bilər, çəkini artıran, qısa müddətdə yüksək kalori verən paketləşdirilmiş qidalar, xüsusilə də xolesterin tərkibli daşların artmasını günümüzdə sürətli bir şəkildə artırmaqdadır. Ona görə tövsiyəmiz birinci növbədə uşaqların sağlam qidalanmasını təmin etməkdir. Bir sonraki videomuzda öd daşlarının hansı yaşda görülmə sıxlığından və nə zaman müdaxilə etmə ehtiyacı yaranırsa əməliyyat mı edəcəyik, dərman mı başlayacağıq, təqib mi edəcəyik, bu haqda məlumat verəcəm. Diqqətinizə görə təşəkkür edirəm.